Salam uşaqlar. Bu gün çoxluqların izahına baxırıq 5-ci sinif həcmində. Deməli, çoxluq nədir? Çoxluq riyaziyyatın ilkin anlayışlarından olub, ona tərif verilmir. Biz gündəlik həyatımızda da çoxluqların bir neçə nümunəsi ilə əslində qarşılaşmış oluruq. Məsələn, şagirdlər çoxluğu. Çoxluq demək toplum deməkdir. Yəni bir neçə bir də ola bilər və bir neçə bir elementin bir araya gəlməsi deməkdir. Şagirdlər çoxluğu ola bilər, müəllimlər çoxluğu, nə bilim, itlər çoxluğu, riyaziyyatın üzərində misal göstərəsi olsaq, natural ədədlər çoxluğu ola bilər, tutalım ki, tam ədədlər çoxluğu, rasional ədədlər çoxluğu və s. Çoxluqlar onları təşkil edən elementlərə görə adlanır. Yəni, hal-hazırda biz burada qeyd etdiyimiz natural ədədlər çoxluğudur və bunların elementləri, biz bilirik ki, natural ədədlər 1-dən başlayır, 1 vahid artır və sonsuz davam edir. Çoxluqlar Latin əlifbasının böyük hərfləri ilə işarə olunur. Hal-hazırda qeyd etmişəm, n, yəni natural ədədlər çoxluğudur. Burada isə özümdən saitlər çoxluğu qeyd etmişəm və bu çoxluğun adına A hərfi ilə işarə etmişəm. Yəni A demişəm. Latin əlifbasının böyük hərfləri ilə işarə olunur çoxluqlar. Və çoxluqlar elementlərinin sayına görə 3 yerə bölünür. Sonlu çoxluq, sonsuz çoxluq və boş çoxluq. Elementlərinin sayı nədir? Gəlin ona bir də nəzər yetirək. Biz dedik ki, çoxluq Latin əlifbasının böyük hərfləri ilə işarə olunur. Bəs bu işarə nədir? Bu işarə böyük mötərizə və yaxud da fiqurlu mötərizə adlanır. Hansı ki, çoxluğun elementləri bu mötərizənin içərisində qeyd olunur. Elementlər nədir? Hal-hazırda saitlər çoxluğu. Bunun elementləri nədir? Yəni, bu çoxluğu təşkil edən obyektlər. Biz bilirik ki, saitlər A, I, O, E, Ə, İ, Ö, Ö. Bunlar saitlər çoxluğunun elementləridir. Çoxluğun elementlərinin sayı n, yəni kiçik n, mötərizədə A. Yəni, bu nə deməkdir? A çoxluğunun elementlərinin sayı. 9 dənə elementi var hal-hazırda saitlər çoxluğunun. Və bu sonlu çoxluqdur uşaqlar. Yəni, sonlu çoxluq nədir? Elementlərinin sayı sonlu olan çoxluğa sonlu çoxluq deyiləcək. Sonsuz çoxluq nədir? Elementlərinin sayı sonsuz olan çoxluğa. Burada nöqtələr qoymuşam. Bu nöqtələri qeyd etməyimin səbəbi odur ki, yəni 1, 2, 3, 4, 5, 6 sonsuza qədər belə-belə davam edəcək. Yəni, bu da çoxluğun elementləridir, amma sonsuz saydadır. Boş çoxluq nədir? Boş çoxluq isə heç bir elementi olmayan çoxluqdur. Məsələn, burada belə bir misal kimi qeyd etmişəm. Bu nə deməkdir? 10 və 11 natural ədədləri arasında yerləşən hər hansısa bir natural ədəd deyin. Deyəcəksiniz ki, yoxdur müəllimə. Yəni 10 ilə 11-in arasında heç bir natural ədəd yoxdur. 10 ilə 11-in arasında hər hansısa bir ədəd varmı? Təbii ki, sonsuz sayda 10 ilə 11-in arasında ədəd var. Kəsr ədədlər, onluq kəsrlər və s. Yəni rasional ədəd olaraq ədədlər yerləşir. Amma 10 və 11 arasında hər hansısa bir natural ədəd yerləşirmi? Xeyr. Ona görə bizdən soruşsalar ki, 10 və 11 natural ədədləri arasında yerləşən natural ədədlər çoxluğu, deyəcəksən ki, boş çoxluq. Boş çoxluğun işarəsi budur. Yəni simvolik olaraq boş çoxluq bu işarə ilə göstərilir. Başqa hansı simvollar var çoxluqlarda, hansı ki biz onları bilməliyik, işarələmələr, yəni hər hansı bir elementin çoxluğa daxil olub və daxil olmamağı göstərən işarələr var. Bu işarə daxildirdir, bu işarə daxil deyildir. Məsələn, A bir saitdir, bu çoxluq üzərindən davam edirəm. A daxildir A çoxluğu, yəni A elementi, kiçik A elementi daxildir A çoxluğuna. Bəli, daxildir. Həqiqətən də A elementi A çoxluğunun içərisində var. Başqa bir misal göstərə bilərik. Məsələn, bir rəqəmli cüt rəqəmləri yazıram. Bir rəqəmli cüt natural ədədləri yazıram. Bunu işarə edirəm. B ilə, özümdən, amma mütləq qeyd etməliyəm ki, B böyük hərfdir. Bir rəqəmli, yəni 2, 4, 6, 8. Bunlar da bir rəqəmli natural ədədlərdir. Qeyd eləmək istəyirəm. 7 daxildirmi B-yə? Deyirsən ki, xeyr, daxil deyil. Yaxşı. 4 daxildirmi B-yə? 4 daxildirmi B-yə? Bəli. Hal-hazırda 4 elementi B çoxluğunun bir elementidir. Amma 7 bura daxil deyil. Yəni, bu daxildir işarəsidir, bu daxil deyil işarəsidir. Saitlər üzərindən də davam etsək, A saiti A çoxluğuna daxildir, amma Y, yəni bir samit kimi, yəni bizdə bir element kimi baxırıq riyaziyyatda. Azərbaycan dilində bu samitdir. Yəni, Y daxildir,
bu qeyd etdiyimiz A çoxluğuna? Xeyr, Y samitdir və A çoxluğuna daxil deyil. Hal-hazırda yazdığımıza. Sonra nə var çoxluqlarda? Deməli, çoxluqların elementlərinin sayını necə göstərmək lazım olduğunu qeyd etdik. Məsələn, bir çoxluq yazıram. Tutalım ki, C çoxluğu. Burada qeyd edirəm rəqəmlər çoxluğu. Biz bilirik ki, rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu çoxluğun elementlərinin sayını soruşsam, N, C bərabərdir 10. Həqiqətən də hal-hazırda yazdığımız çoxluğun 10 elementi var. Sonra nə var çoxluqlarda? Davam edək. Bərabər çoxluq anlayışı var. Bərabər çoxluq. Əslində elə adından da göründüyü kimi bərabər çoxluq bir-birindən yalnız elementlərinin düzülüşü ilə fərqlənən çoxluqlardır. Bir-birindən, sözlə də qeyd edək, bir-birindən yalnız elementlərinin düzülüşü ilə fərqlənən çoxluqlardır. Fərqlənən çoxluqlar bərabər çoxluqlar adlanır. Bu nə deməkdir? Məsələn, özümüzdən bir K çoxluğu yazaq. Tutalım ki, 2, 4, 6, 8. Buna bərabər bir başqa bir çoxluq yazaq. Götürürəm, yerlərini dəyişirəm. 6, 8, 2, 4. Həqiqətən də bu çoxluğa, məsələn, bunu da işarə eləyək, K iştirik məsələn. Bu çoxluğa bərabərdir. Bəli, hər bir element ikisində də var, ancaq yerlərinin düzülüşləri bir-birinə fərqlənir. Bunlar adlanır bərabər çoxluqlar. Sonra çoxluqlarda nəylər var? Çoxluqların birləşməsi anlayışı var. Çoxluqların birləşməsi. Çoxluqların birləşməsi nədir? Hər bir çoxluğun bütün elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. Məsələn, tutalım ki, iki çoxluq verilib, A və B çoxluğu. A və B çoxluqlarının bütün elementlərindən, nə demək olduğunu göstərəcəm indi. Bütün elementlərindən təşkil olunmuş çoxluq bu çoxluqların birləşməsi adlanır və A birləşmə B. Birləşmə belə U hərfidir. A birləşmə B kimi işarə olunur. Nə deməkdir A və B çoxluqlarının birləşməsi? Məsələn, özümüzdən bir A çoxluğu yazaq. Tutalım ki, A, B, C, D bir çoxluqdur. Özümüzdən bir dənə B çoxluğu yazaq. Tutalım ki, Y, F, C, D, C məsələn. İndi mən A və B çoxluqlarını birləşdirmək istəyirəm. Bunun üçün əslində rahat bir üsul var. Nədir? Birinci çoxluğun bütün elementlərini yazırsan. A, B, C, D. Keçirsən ikinci çoxluğu, birləşdirirsən axı bunları. Birləşmə A və B çoxluqlarının bütün elementlərindən təşkil olunmalıdır. Birinci çoxluğun elementlərini yazdın. Keçirsən ikinci çoxluğa. Y bunların amma diqqət etməlisən ki, təkrara düşməməlidir. Yəni bir element bir çoxluğun içərisində iki dəfə iştirak etməməlidir. Y burada var, yoxdur yazırsan. F var idi burada, yoxdur qeyd edirsən. Baxırsan C ilə D artıq C ilə D iştirak eləyib, A çoxluğundan gəlib. Artıq təkrar yazmırsan, bir dənə də G yazırsan və salam. Soruşsa ki, A birləşmə B, yəni bu iki çoxluğun birləşməsinin elementlərinin sayını sayacaqsan. 1, 2, 3, 4, 5, 6, 7. Belə göstərilir N, yəni N ümumiyyətlə sayı deməkdir. A birləşmə B bərabərdir 7. Məsələn, çoxluqların birləşməsinin nə olduğunu bildik. Keçək indi çoxluqların kəsişməsinə. Çoxluqların kəsişməsi. İki çoxluğun kəsişməsi onların ortaq elementlərindən təşkil olunmuş çoxluğa deyilir. Çoxluqların kəsişməsi. Tutalım ki, elə A ilə B üzərindən davam edək. A və B çoxluqlarının kəsişməsi
kəsişməsi onların ortaq elementlərindən. Ortaq yəni hər ikisində də eyni olan elementlərindən təşkil olunmuş çoxluqdur. Təşkil olunmuş çoxluğa deyilir. Çoxluqların kəsişməsi. Necə göstərilir? A kəsişmə B. Deməli, burada qeyd edirəm. Bu işarə birləşmə işarəsidir. Birləşmə. Bu işarə isə kəsişmə işarəsidir. Kəsişmə. Yenə elə yuxarıda verdiyimiz A çoxluğunu qeyd eləyək. A, B, C, D. Bir dənə də B çoxluğunu qeyd eləyək. Y, F, C, D, G. İndi bizə lazımdır A və B çoxluqlarının kəsişməsi. Kəsişmə dediyi nədir? Hər ikisində də iştirak eləməlidir. Hər ikisində də ortaq olmalıdır. Hər ikisində də ortaq olan C burada da var, burada da var. D hər ikisində də var. Ona görə bu çoxluqların kəsişməsindəki elementlər C və D olacaq. C və D olacaq. Yenə də bizdən soruşsa kəsişmədəki elementlərin sayın n A kəsişmə B bərabərdir 2. Yəni 2 dənə burada element var. Burada isə 7 dənə element var idi. Bu oldu çoxluqların kəsişməsi. Sonra bizə nə lazımdır? Alt çoxluq anlayışı var. Alt çoxluq. Nədir? Əgər 2 dənə A və B çoxluqları verilmişdirsə, A çoxluğunun hər bir elementi həm də B-yə daxil olarsa, nə deməkdir bu? Tutaq ki, A və B çoxluqları verilib. A çoxluğunun, misalla göstərəcəm, A çoxluğunun hər bir elementi, testdə də var bunlardan, hər bir elementi həm də B çoxluğuna daxil olarsa, onda A-ya B-nin alt çoxluğu deyilir. Alt çoxluğu deyilir və A alt çoxluğudur B kimi göstərilir. Yəni alt çoxluğun işarəsi budur. Nə deməkdir bu? Məsələn, özümüzdən bir dənə misal yazaq. Tutalım ki, A çoxluğunu verək. 1, 2, 3. Bir dənə də B çoxluğu verək. Tutalım ki, 0, 1, 2, 3, 4, 5. Həqiqətən də baxaq görək, A çoxluğu B çoxluğunun alt çoxluğudurmu? A, B-nin alt çoxluğudurmu? Bunu necə yoxlayırsan? A çoxluğunun hər bir elementinə baxırsan. A çoxluğunun hər bir elementi həm də B çoxluğuna daxildirsə, məsələn, A çoxluğunda 1 var. 1 B-də də var, bəli. 2 B-də də var, bəli. 3 B-də də var, bəli. Müəllim, B-də daha çox element var. Olsun. Əsas yoxlamalı olduğun nöqtə nədir? A çoxluğunun hər bir elementi B çoxluğuna da daxildir. Yəni, Lora dildə desək, A-nı B-nin içərisində tamamilə yerləşdirə bilirəm. Haçan bəs alt çoxluğu olmazdı? Məsələn, A-nın elementləri 1, 2, 3-dür. B-nin elementləri isə 0, 1, 2, 4, 5-dir. Baxırsan, A-nın elementləri 1, 2, 3.
Bir burada var. Bir gəlir tapır. 2 gəlir tapır. 3 ama burada 3'ün qarşılığı yoxdur da, yəni Lord Billy desək. Yəni 3'ün B çoxluğunun alt çoxluğu olmağı pozdu artıq. Deməli, hər bir elementi, A çoxluğunun hər bir elementi mütləq şəkildə B çoxluğunda da olarsa, onda biz A-ya B-nin alt çoxluğu deyirik. Hal-hazırda bu yazdığımız misalda A B-nin alt çoxluğu deyil. Yəni bunun xüsusi bir işarəsi yoxdur. Yazırıq ki, A alt çoxluğu deyil B-nin. Sonra deməli nə var burada? Çoxluqların birləşməsi, kəsişməsi, boş çoxluq, alt çoxluq. Çoxluqların fərqi var. Onu hansı ki 6-cı sinifdə keçirik. Bir dənə işarələri də son olaraq qeyd eləyək. Hansı işarələr var burada? Birinci, bu daxildir. Daxildir. Bunu əlavə qeyd eləyərsiniz. Daxildir. Bu daxil deyil. Daxil deyil. Bu işarə boş çoxluq. Bu çoxluqların birləşməsi. Birləşməsi. Bu çoxluqların kəsişməsi. Çoxluqların fərqi də var əslində. Belə göstərilir. A, fərq B. Çoxluq qeyd edə bilərsiniz. İki çoxluğun fərqi deməkdir. Çoxluqların birləşməsinin elementlərinin sayı bir düsturu var. Bunu qeyd eləyin. Bu yaxşı bir düsturdur. N, A birləşmə B bərabərdir. N bildizdə nədir? N yəni nə deməkdir? A və B çoxluqlarının birləşməsindəki elementlərin sayı deməkdir. NA üstəgəl NB çıxılsın NA kəsişmə B. Hələ ki 5-ci sinif testlərində bizə lazım olmaya bilər, amma yuxarı siniflərdə təbii ki lazım olacaq.